Bizim videolar izleyirdin. Sen adın ne oldu? Akif. Akif. Neçə yaşın oldu dedin? 12 olacak. 12 olacaq yanvarda. 5 yaşından da arzuluysan kanka. Arzuna çatdın. Ben. Kimə təşəkkür edirsən biz? Tamam. Bayaqlamda təşəkkür eləmişdim. Bir təşəkkür elədik baxaq. Tıkladım. Allah bütün arzularına yetirsin inşallah. Bütün balalar bütün arzularına yetirsin. Ataların da gücü çalsın, bütün balaların olsun. Papanın bütün sözlərini qulaq assan, mamanın sözlərini qulaq assan. Çünki onlar sənin üçün hər şey ellər çalışırlar, vuruşurlar və nə əmələ gətirirlər. Əyləş sənindir kanka. Akif bizdən nə aldı Akif? Nə aldın Akif? Nələr almadın ki? Deməli, klaviatura özü seçdi. Balaca 60%, gaming mouse, 7.1 saran keyfiyyəti olan qulaqlıq, belə bir gaming case. İçində nə var heç bilirlər, bilmirlər Akif. 50-60 Ti-dir. Bilirəm, baktım. 50-60 Ti 8 GB. Nə işlər görürsün orada? YouTube'a videolar çekeceğim. Esas onun için yapmışım. Oyun videoları, oyun oynayacağım. YouTube'da kanal açsan, Varımdı. varındır kanal. Ben oynuyordum. Kanalın adını denən buradan PUB4CX. onu da altdan yazarsan mənə qeyd eləyərik. Abunə olsunlar. Akif oldu da düzəldin. Akifin kanalına abunə olun. YouTube'da nə videolar bəs paylaşacaqsın? Evveller edit videoları paylaşıyordum. Şimdi oyun videolarını kesmişim. Buradan da oyun videoları çekip paylaşacağım. Yəqin proqramlar falan da öyrənəcəksən də, yox? Bilirim programları. Ben notebook'ta çekirdim. Hansı proqramda işləyirdin bəs? OBS'den işleyirdim. OBS? ABP'den editlerde eləyirdim. Sonra da paylaşırdım. Neçə dənə takipçin var sənin? Dəqiqə 1800. 1800 takipçin var, halal olsun. Mən də takip edəcəm sənin kanalını, izləyəcəm. Özün parametrlər barəsində deyirsən, yoxsa biz ümumi məlumat verək? Ay5 Akif gəldi bizdən nə aldı? Valideynləri ona hədiyyə aldı. Akif deyir ki 5 yaşından arzu edirdin də, düzdür? Arzu elədi və iComp'dan gəldi, arzusuna çatdı. Burada 27 inçlik belə bir qəşəng, super bir MSI monitoru var Akif. 200 Hz. Bu sənin oyunlarına tam bəs eləyəcək. Məncə ölçüsü də yaxşıdır, düzdür? Ben çok izlerim. Ben fikirləşdim. Sən fikirləşdiyin yəqin 24 idi. 27 qismət oldu. Belə bir sistem blokdur. Qarşısında havalandırması da əladır. Böyük bir кейsdir. Akif gələcəkdə sən buna istəsən i7, i9 nə istəyirsən yerləşdirə bilərsən. Wi-Fi adaptörü üzərində i5 14400F'dir. Deməli DDR5 platadır, 16 RAM-dır, 1 TB-daki SSD-dir. Video kartadakı Asus'tandır. Asus RTX 5060 Ti 8 GB. Qida blokunda bir 800 Watt elədik. Sənin bütün işlərini bəs eləyəcək artılamasından. Deməli sən nə etsən bundan sonra daha çox çalışırsan, valideynlərin sözünə qulaq asırsan ki, onlar sənə belə super bir hədiyyə aldılar. Sən də qəşəng sonra pul qazanandan sonra valideynlərə bir dənə gözəl bir hədiyyə alacaqsan yəqin ki. Beyində nəsə bir şey tutmuşsan hədiyyə olaraq. Bəli. Nədir? Açıqlamaq istəyirsən? Bağça açmaq istəyirəm. Ana üçün bağça açmaq istəyirsən, çox super bir arzudur. Mən sənin bütün arzularını inşallah həyata keçməyini arzu edirəm və inanırım ki, sən arzunu yetirsin. Bəs papa üçün nə edirsən onda? Atama da təzə maşın almaq istəyirəm. Super. Mən papa üçün o vaxtlarım arzuluyurdum. İnanırım ki, sən o arzuna satacaqsın. Halal olsun sənə. Sənə təbrik edirik. Mübarək olsun. Bundan da qəşəng, kompütla sənə qismət olsun və çox çalış, vuruş. Mən inanırım ki, sən bütün arzularına satacaqsın. Buradan bizi izləyənlərə nə demək istəyərsən? Kanalı takip edin. Ana-atamızın sözünə qulaq asın. Və bizi izləyən bir çox insanlar var ki, onların kompüterləri yoxdur. Onlara nə arzu edək? İnşallah onlara da nəsib olar. İnşallah. Salamat qal. Öpürəm səni. Mübiş olsun. Təbrik edirəm. Sənə uğurlar arzulayıram.